Salam əziz dostlar, hamımızı yenidən Böyük Pullar kanalında bir daha xoş gördük. Bugün də mən sizə həmişə olduğu kimi internetdən pul qazanmağı öyrədəcəm. Başlamazdan qabaq onu demək istəyirəm ki, kanala abunə olmağı unutmayaq. Bəli, başlayaq. Bu gün sizə tanış edəcəyim saytın adı linki başqa cür gedir, FaceZap.pr gedir, amma adı belə MyPro Traffic Monsoon'dur. Bir müddət əvvəl yəqin ki hamımızın bildiyiniz kimi Traffic Monsoon saytı var idi. Çox pul qazandırdı həmin sayt və həmin sayt uzun müddət fəaliyyətdə göstərdi və fəaliyyətini dayandırdı. Bu saytda demək olar ki həmin o Traffic Monsoon saytı ilə eynidir. Yəni bu da çox qazandırır. Bəli, əvvəlcə qeydiyyat prosesi ilə tanış edim sizi. Qeydiyyat linkini aşağıda yerləşdirmişəm. Qeydiyyat linkinə daxil oluruq. Qeydiyyat linkinə daxil olanda belə bir səhifə açılacaq. Yəni İlkin səhifə belədir. Burada register var. Onu tıklayırıq. Sadə qeydiyyatdır. First name, adınızı, surname, familiyanızı, şifrənizi, password. Daha sonra e-mailinizi daxil edirsiniz və burada bunu kuş qoyursunuz ki, qaydalara razıyam. Register. Register vurup qeydiyyatdan keçirik. Qeydiyyatdan keçəndən sonra login vururuq. Necə deyərlər, öz usernamemizi və şifrəmizi daxil edib daxil oluruq öz kabinetimizə. Hesab edək ki, qeydiyyatdan keçsiniz, öz kabinetinizə daxil oldunuz. Kabinet belə bir görünüşü var. Burada əsas necə qazanılır pul? Burada cash links var. Onu tıklayırıq. Gördüyünüz kimi burada həddindən çox reklam var və günə ən azı deyim də 25-35 belə sent qazandırır. Bəzən olur 50 sent də qazandıra bilər. Bəli, burada hər hansı bir linki tıklayırıq. Tıklayaq bunu, fərqi yoxdur. Gözləyirik vaxt geçsin. Həmişə deyirəm, yəni burada vaxt gələndə bu saytlar, bu reklamlara da baxın. Elə olur ki, bir də görürsünüz çox gözəl saytların reklamı gedir. Yəni baxmaqda fayda var. Bəli, vaxtımız tamam oldu artıq. Back my account vururuq. Account'a qayıdında Adfly'dan qayıdır. Yəni ki, bu Adfly'da qoyublar ki, özləri də biraz da pul qazansınlar onun üçün. Aha. Bunu tıklayırıq sarı knopkanın sağdakı. Bəli, qayıtdıq. Bu səhifəni artıq bağlaya bilərik. Bəli, qayıtdıq öz səhifəmizə. Əsas səhifəyə daxil olun, account olan sizə. Burada ən mənfi cəhəti nədir? Saytın mənfi cəhəti ondan ibarətdir ki, burada pulu çıxardanda cash out vuraq. Burada minimum 15 dollar tələb edir. Yəni gündəlik harca 25-35 sent verir, amma 15 dollar çıxartmaq üçün minimum deyək ki, balansda yəni 15 dollarınız olmalıdır. PayPal və Payzadan istifadə edə bilərsiniz. Mən dediyim kimi Azərbaycana PayPal-a pul göndərəndə gəlmir, Payzadan istifadə edirəm. Belə əziz dostlar, kimin nəsə sualı olsa, qeydiyyat prosesi barədə və yaxud da ki, başqa bir saytdakı nəyisə başa düşməyibsə, o barədə buyurub kommentariyada və eləcə də əlaqə Gmail-mi yerləşdirəcəm, orada yaza bilər. Belə əziz dostlar, dediyim kimi qeydiyyat linkini aşağıda yerləşdirmişəm. Qeydiyyat linkinə daxil oluruq. Daha sonra cash links vurub reklamlara baxırıq. Bu qədər. 15 dollarımız da olanda cash out vururuq, pulumuzu çıxardırıq. Sayt bizdən heç bir yatırım tələb etmir. Düzdür, burada buy at packs var. Yəni tutaq ki 50 dollara alırsınız, neçə müddətdən sonra 75 dollar olur. Yəni mən məsləhət görmürəm ki, sayta pul qoyasınız. Yəni elə hazır günə 25-35 sent ən azı qazanırıq. 15 dollar olanda da pulu çıxardarıq. Belə əziz dostlar. Dediyim kimi sayt sizdən heç bir pul tələb eləmir. Yəni yatırım qoymanız heç bir tələb eləmir. Sadəcə reklamlara baxırıq. Minimum 15 dollar olanda pulumuzu çıxardırıq. Belə əziz dostlar. Dediyim kimi qeydiyyat linkini bir daha deyirəm. Qeydiyyat linkini aşağıda yerləşdirmişəm. Həmin linkdən daxil olub qeydiyyatdan keçirik. Belə. Başqa da kanalımda başqa videolar da var. Başqa saytlar barəsində videolar da var. Daxil olun, baxın. Nəsə bir sualınız olsa, dediyim kimi kommentariyada və Gmail-mə də yazmağı unutmayın. Və sonda onu da bir daha deyim ki, kanala da abunə olmağı unutmayaq. Belə əziz dostlar, baxdığınız üçün bir daha hamınıza təşəkkür edirəm. Çox sağ olun.